danışmayacağım. Bugün hazır olaq, qarşıdan çox mübarək bir ay gəlir. Çox fərqli bir fəzada yaşayacağıq. Hər il mən bunu deyirəm, bir ay adam dünyada, cismi dünyadadır, küçə həmin küçədir, məscid həmin məsciddir, insanlar həmin adamlardır. Amma görürsən ki, cənnətdəsən elə bil. Cənnətdəsən elə bil deyil, bu. Yəni elə həqiqətən də cənnətdəsən. İnsan bir qədər cənnəti təcrübə eləyir dünyadaykən. Heç bir dillə ifadə eləmək olmur bu ayda, Ramazan ayında olan halları. Adam qəribə hallar keçirir, adam qəribə bir sevinç içində olur, ruhu aram olur, şad olur. Dünyadaykən Allahın yanında gün keçirdirsən. Ona görə də sizə tövsiyəm budur, mən hamınızdan kiçik qardaşınız kimi gənclərə, hamınıza tövsiyəm budur ki, bu ayın qədrini bilək, dəyərləndirək və hələ fürsət qarşıdaykən bu günlər az qalıb da artıq oturaq bir qədər təfəkkür eləyək ki, necə bir ay bizə tərəf gəlir.